Yaxşı, Madallar kimdir? İran dilli xalqdırmı? Qeybullayev yazır ki, Madallar əvvəlcə türk mənşəli bir boy idi, daha sonra tayfa ittifaqı qurdu və daha sonra isə onlar mərkəzi bir dövlət qurdu. Herodot Madallardan danışarkən qeyd edir ki, onların ilk rəhbəri Deokdur. O pərən-pərən olan Madalları bir yerə toplayaraq bir dövlət qurdu. İndi qarşıda görəcəyik ki, o Deok da kimdir? Və Mada və farslara toxunan Künk deyir ki, buradakı çəkişmələr, yəni Mada ilə farslar arasında olan çəkişmə milli etnik ziddiyyətdən baş vermiş bir savaş idi və yerli bəylər, yəni Madallar ilə gəlmə olan farslar arasında olan bir savaş idi. İndi Mada da farsdırsa, Fars da farsdırsa, yerli kimdir, gəlmə kimdir? Demək ki, buradan aydın olur ki, yerli bəylər, Madallar türkdür, farslar isə gəlmədir. Və bu məsələlərə toxunan Lev Gumilyov və buna bənzər digər tarixçilər qeyd edir ki, bu əslində bir dini inancla bağlı olan mübarizə idi. Bu yerli inanc ilə gəlmə inanc arasında baş verən bir mübarizə idi. Yəni özət olaraq bu nədir? Demək türklərin tanrıçılıq inancı, maq inancı ilə farsların ateşpərəstlik inancı arasında, otpərəstlik arasında baş verən bir müharibə, savaş idi. Hansı ki, Əhəmənilər dönəmində onlar öz otpərəstlik inancını yaymağa çalışacaqdı. Əsl zərdüştlüyü saxtalaşdırıb Fars zərdüştlüyünə çevirməyə çalışacaqdı. Təsəvvür edin. Bu hadisələr eramızdan əvvəl 600-cü, 500-cü illər arasında baş verir. 1000 il sonra belə, Sasanilər dönəmində belə Sasanilər öz otpərəstlik inancını Azərbaycan türklərinə, günümüz Azərbaycan, Cənubi və Şimali Azərbaycan, yəni adı ilə Atropatena və Albaniya dövlətindəki olan türklərə təsir etdirə bilməmişdi, o inanca bağlaya bilməmişdi. Albanlar bunun üzərinə xristiyan olmuşdu. Cənubi Azərbaycanda Atropatena, Asurbodun dövlətində yaşayanlar isə tanrıçılıq inancını davam etdirirdi.